Aparıcı Zaur Kamal müğənni Təranə Qumralının onunla bağlı verilişdə məni məcbur edir ki, bu karta pul at. Niyə atım? Öz pulun yoxdur açıqlamasına cavab verib. Məsələ ilə bağlı axşamaza danışan aparıcı 200 manatın hara ödəniləcəyini açıqlayıb. Bizdə qayda budur. Müğənni efirə gecikirsə cərimələyirik. 10 dəqiqə gecikən 100, çox olan 200, hətta 300 manat ödəyir. Təranə Qumral da gecikdi. Biz də 200 manat cərimə etdik. Əvvəl yox dedi, sonra razılaşdı. Bizə mesaj gəlir ki, nəyə görə ehtiyacım var. Musa Musayev şəxsi özü seçdi. Pul tibb universitetinə hazırlaşan bir şagirdə verilməlidir. Uşağın hazırlığa pulu yoxdur. Kartı atdı gözlərinə, istəyir ödəyər ya da ödəməz. O vaxtlar biz bir çox tələbənin təhsil haqqını ödəmək üçün kampaniya edirdik. Təranə xanım onda da ödəniş etmişdi. Yəqin TikTokda ona çox şey yazıblar, əsəbləşib. Onun elə əsəbi olduğunu düşünmürəm.